Qanun 13. Tənqiddən qorxmayın. Tənqid çox vaxt insanları qorxudur. Çünki tənqid ediləndə özümüzü dəyərsiz, səhv edən və ya kifayət qədər yaxşı olmayan biri kimi hiss edirik. Amma həqiqət budur ki, tənqid hər zaman pis niyyətlə edilmir və hər zaman zərər vermir. Əksinə, düzgün baxış bucağı ilə yanaşıldıqda, tənqid insanın inkişafı üçün ən güclü vasitələrdən birinə çevrilə bilər. Unutmayın, heç nə etməyən, irəli getməyən insan tənqid olunmur. Tənqid edilənlər hərəkətdə olanlardır, nəsə yaradanlardır, fərqlənənlərdir. Əgər sizi tənqid edirlərsə, bu deməkdir ki, siz diqqət çəkirsiniz, görünürsünüz və iz buraxırsınız. Əlbəttə, hər tənqidə kör-körünə inanmaq da doğru deyil. Bəzi tənqidlər paxıllıqdan, qorxudan və ya başqasının öz daxili narazılığından qaynaqlanır. Amma tənqidin içində həqiqət payı varsa, onu inkar etmək əvəzinə qəbul etmək insanı gücləndirir. Ağıllı insan tənqiddən incimir, ondan dərs çıxarır. Qaliblər isə tənqiddən qaçmır, onu filtrdən keçirir. Lazımlı olanı götürür, qalanını isə arxada qoyurlar. Çünki onların məqsədi hamını razı salmaq deyil, öz yollarında irəliləməkdir. Əgər siz tənqiddən qorxaraq susursunuzsa, deməli başqalarının fikirləri sizin həyatınıza hökm edir. Amma siz qorxmadan yolunuza davam etdikdə, tənqid artıq sizi zəiflədən deyil, gücləndirən bir vasitəyə çevrilir. Unutmayın, tənqid sizi dayandırmamalıdır, sizi formalaşdırmalıdır.